Son günlərdə Taleh Yüzbəyovun çəkildiyi reklam çarxı qınaq obyektinə çevrilir. İnsanlar irad, tənqid və dəstəkləmədiyim təhqir formalarına qədər yazırlar. Alqoritmlər dəli olub. İnformativ vakuumda yaşayan insanlar belə bu reklam haqqında eşidiblər. Məsələn mən. Amma həqiqətənmi ən böyük problemimiz Taleh Yüzbəyovun çəkildiyi reklam və orada səsləndirdiyi fikirlərdir? Məncə yox. Çünki inflyasiya davam edir. Qiymətlər artır. Müəssisələrdə iş avtomatlaşdırıldığına görə işçi ixtisarları çoxalıb. Biz 3-cü Dünya müharibəsinin astanasındayıq və mövzuya aid qadınların və azdıqların haqları hər saat minlərlə dəfə tapdalanır. Bəs onda niyə bu kimi problemlər və ədalətsizliklər bizdən yan keçir? Çünki marketinq məhz belə işləyir. Reklamçılar sizin hisslərinizlə elə incə oynayırlar ki, dünən iştirak etmək istəmədiyiniz diskusiyada bugün artıq qızğın debatlardasınız və heç kim eks-psixologiyanı qadağan etməyib. Məsələn, həyatım, dondurma haqqında reklamın söhbətini eşitmisən? Hə, eşitdim, bugün qabağıma çıxdı. Deyirəm bəlkəm alaq o dondurmadan, baxaq görək bu söhbəti gəzən dondurmanın dadı necədir? Hə, onlar bugün işdən gələndə alaram. Və ya, papa, mən dondurma alarsan? Əlbəttə, indi düşübsə stəkanda plan 1 alacağam. Yox, mən reklamdakı dondurmadan izləyirəm. Bu arada mən hələ də unutmamışam ki, bu kanalda sizə film tövsiyələri edirəm. Ona görə də marketinqin və reklamçıların dünyanı necə idarə etdikləri haqqında 5 film toplamışam. Birinci, Thank You for Smoking. Sigaret kampaniyaları, sigaret çəkmək sizin sağlamlığınıza ziyandır yazısına baxmayaraq necə milyardlar qazanmağı haqqında bir film. İkinci, 99 frank. 4-cü divarı qıran, marketinq haqqında sarkastik və fəlsəfi ifadələrlə dolu bir film. Üçüncü, The Social Network. Bu film hakimiyyətin və pulun insanları necə dəyişə biləcəyi haqqdadır. Dördüncü, Zaylife. Sehirli eynək vasitəsilə insanlığın iç yüzünü görməyə başlayan cəsarətli idealist haqqında fantastik bir hekayə. Beşinci, The Big Short. Marketoloqların insanların fikirləri və hissləri ilə necə oynadığı haqqında cəsarətli və ağıllı ekranizasiya. Unutmayın, reklamçıların ürəyi yoxdur, amma olmağını istəyirsinizsə əliniz cibinizdə olsun.